Deməli, hər şeydən öncə, əgər bir paronim quizini başlayırıqsa, bu dərsə baxan yeni tələbələrimiz üçün də ümumi bir məlumat olaraq olsun ki, paronimlər nədir? Yazılışı və tələffüzü bir-birlərinə çox oxşuyub, mənaca fərqli olan sözlərimizə biz nə deyirik? Deyirik paronim. Правильно? Deməli, ümumi bir suallar necə işləmək lazımdır? Son olaraq onu da xatırladım. Bu sizin üçün deyil, yeni qoşulacaq tələbələr üçündür. Deməli, məsəl üçün deyirəm, birinci sualda A variantında jurnal sözü qeyd olunub. Mötərizə içərisində də 2 dənə söz yazılıb. Deməli, sizin mötərizə içərisində qeyd olunan sözləriniz paronim sözlərdir. Satiriçiski, satiriçnik. Yadda saxlayın ki, fərqləndirilmiş söz bərabərdir seçilmiş söz. Yəni, testi tərtib edən deyir ki, mən jurnal sözü ilə satiriçni sözünü istifadə edirəm 2 paronimdən. Sən bax gör, mən düz istifadə edirəm, yoxsa səhv istifadə edirəm. İndi birinci sualda bizim səhv variantımız olacaq variant C. İzah edirəm. Daha doğrusu düzgün variantımız olacaq variant C. Niyə düzgün variantımız? Məndən şərtdə tələb eləyir ki, mən hansı paronim düzgün istifadə olunub onu göstərim. A variantında jurnal sözünü satiriçiski sözü ilə istifadə etməliydim. Sizin üçün orada qeyd etmişəm. Satiriçiski jurnal. Orada bir SK məsələsi var. Görürsünüz? SK-da nəyi bildirirdi? Mənsubiyyəti bildirirdi. Jurnal satiraya aid olmalıdır. B variantında sinif diktant bilirsiniz nədir? Müəllimlər bizə oxuyurdular, biz də onların arxasıca yazırdıq. Nə deyirlər onu Azərbaycanca? İmladır, səhv etmirəmsə. İmladır? İmla. Sinifdə imla ola bilər. Ona görə klasni diktant olmalıydı. İkinci sözümüz olmalıydı. D variantında fikir verirsinizsə sizin üçün orada zabotlivaya sözündə livi fərqləndirmişəm. Deməli, çivliv kimə aid olmalıydı normalda? İnsana və yaxud da insan xarakterinə. D variantında olmalıydı жизнь заботная, то есть жизнь с проблемами, с хаосом, aydındır? Və Y variantında defekt заводской. Заводской yəni deyirik, заводской problemi var. Yəni ki, şirkətdən onu istehsal edən yerdən problemi var. Заводской SK var. Bəli, SK nəyi bildirirdi? Mənsubiyyəti bildirirdi. Mən defekt zavoda aiddir. Zavodun buraxdığı hər hansısa bir məhsula defekt var. Düzgün cavabımız C variantındadır. Rod, nə deməkdir rod? Nəsil. Женский rod və yaxud da ki, onu qoydum bir kənara. Bu qrammatikadan bildiyimiz женский rod məsələsi var. Qadın cinsi deyirsiniz. Правильно? Вот. Amma женственный qadınvari və yaxud da qadın sayağı. Например, женственная походка. Походка nədir? Yeriş. Qadın sayağı yerişdir. Qadın kimi yerişdir. Baxın, bu mənada. Ona görə C variantım belə olmalıydı. Daha doğrusu düzgün seçilib. İndi siz mənə deyin görün, B variantında səhvi olan, daha doğrusu ikinci sualda səhvi olan B variantı nədir? İkinci sualda səhvi olan? Məndə var müəllim səhv. 2 səhvdir. Хорошо. Deməli, bax, izah edirəm. Məndən təkrarlayıram. İkinci sualda düzgün paronimin düzgün istifadəsini tələb edir məndən. Baxın, var dobraya, var dobrotnaya. Hər şeydən öncə onu deyim ki, dobraya bildiyimiz xeyirxah deyə tərcümə olunur. Правильно? İndi biz deyə bilərik dobraya mebil. Xeyirxah mebil demək olar. Düzgün olar sizcə bu? Mən müəllim orada səhvi götürmüşəm. Bax, mən ona görə həmişə deyirəm ki, paronim sualını işləməmişdən öncə birinci baxmalı olduğunuz şey şərtdir. O deyir, başıma gələni bilirəm də mən, qardaş. Xahiş edirəm, paronim sualının onsuz da A, B, C, D, Y variantı dəyişmir. Bax, forma olaraq eynidir, model olaraq sual eynidir. Tək problem onun şərtində olur. Şərtdə də bizim qabağımıza daha çox aşibka, yəni səhv olanı axtarmalıyıq deyə beynimizdə müsəlmanlıqda stereotip olaraq oturur deyə, onun tərəfəsini qəbul eləmirik. Amma eləməyin belə. Baxın, bu sizə imtahanda çox belə baha başa gələ bilər. İndi ikinci sualda məndən düzgün olan istifadəni istəyir, aydındır? Və mebil dobraya ola bilməz. Ona görə mən avtomatik olaraq onu silirəm oradan. Düzdür? Çünki səhv istifadə olunub. Yaxşı, bəs dobrotnaya nə deməkdir? Что значит dobrotnaya? Niyə deyə bilirəm dobrotnaya mebil, nə bilim, dobrotnaya kostyum? Xoş xəstəlik. Bəli, bu bilirsiniz nə deməkdir?
Məsəl üçün çox yaxşı keyfiyyətli olan, çox istifadə olunan. Məsəl üçün deyirəm ki, это очень добротный костюм. Yəni çox uzun müddət istifadə etdiyim bir əşyadırsa добротный. Хорошо? İkinci sualda səhvimiz olacaq variant Y-də. Niyə? Çünki bizdə var dымная, var дымовая. Yadda saxlayın, bu birinci qeyd olunan var dымная. Bu tüstü ilə dolu olan deyə tərcümə oluna bilər. Məsəl üçün deyirəm ki, дымное помещение, дымная комната, например, правильно? Amma nə ki tüstüyə aiddir və yaxud da tüstünün hardansa çıxmasına kömək etmək üçün istifadə olunur. O olacaq variant Y-də olan dымовая. Truba nə üçün istifadə olunur? Tüstünün hardansa çıxması üçün. Tüstüyə aid olan və tüstünün çıxmasına kömək olan hər şey olacaq dымовая. Dımная harda ki siz o tüstünün görürsüz, otaq ola bilər və yaxud da nə bilim hər hansısa bir yer ola bilər, ofis ola bilər. Bu olacaq dымный. Dымовая təkrarlayıram, tüstüyə aid olan və yaxud tüstünün çıxmasına kömək edən. Ona görə Y variantım səhvdir. Üçüncü sualda səhvi olan. Что непонятно? Bax, mənə yenə düzgün istifadəni istəyir. Горячий, qaynar deməkdir. Горючий. Nə deməkdir горячий? Yoxdur da. Yanacaq. Adam yoxdur. Birisi var yanında. Bəli. Çünki vaxt belə. Xarşı, dördüncü sual. Hamıya aydındır. Okay. Beşinci sual. Baxın, 5-ci, 6-cı suallar nitq səhvi olaraq vermişəm sizə. Bu da çıxa bilər qarşınıza. Müəllimə mən. 5-ci. Bəli. Хорошо. Mən burada Olmaz ki, elə hamısını bir ucdan deyə gedəsiniz. Sadəcə doğru cavabları. Necə sadəcə doğru Doğru cavabları. Doğru cavabları göndərmişəm də mən qrupa. Allah özünüz yoxdur. Sadəcə izah eləyəcək gedə bilməzsiniz doğru cavabları. Yox. Ancaq səhvlərinizə baxacaq. Doğrunu niyə izah eləyim ki? Məsəl üçün, baxın, soruşuram. Baxın, məsəl üçün, 4-cü sualda səhviniz varsa, mən bir soruşuram da, səhviniz varsa izah eləyim. Səhviniz yoxsa niyə izah eləyim? Əgər səhviniz yoxsa, deməli, hər şey yaxşıdır da, aydındır. Niyə ona vaxt itirək ki? 5-ə gələkmi müəllimə? Sən mənə denən görüm. Sən 5-də cavab olaraq nə götürmüsən? Mən indi... Bəli, mən 5-də qalmışdım ayla D-nin arasında. Ay, sağ ol. Bir də izah eləyim. Bir dəqiqə. Hə. Bu Morozный din, mən bildim ki, bu hansısa bir şeydir, dondurma bayramıdır. Dondurma günündə bizdə necə gül olur, bayraq günü olur. Bu da dünyanın hansısa bir ölkədə dondurma günüdür. Yox. Bax, Morozный bilirsən nədir? Dondurulmuş. Günün necə dondurulmuş ola bilər, Anar? Gəl mən bir izah edeyim. Bax, A variantında var праздный день. Правильно? Yadınızdadır, biz buna aid bir sual işləmişdik sizinlə. Və demişdik ki, bizdə paronim olaraq 2 dənə paronim var. Var праздный, var праздничный. Правильно? Вот теперь запомните, праздный boş bayağı deyə tərcümə olunur. Праздничный bayrama aid. Və mən demişdim ki, kontekstdən asıllı olaraq den sözü ilə o da istifadə oluna bilər, bu da istifadə oluna bilər. Ona görə mənim A variantımda heç bir problem yoxdur. Amma bu söz birləşməsi, yəni праздный день sizə hər hansısa bir cümlədə verilmiş olsaydı xanımlar və bəylər. Hə, bax onda sən uşa baxmalıydın ki, mənə burada bayram günü lazımdır, yoxsa boş gün lazımdır. Aydındır. Ona görə A variantında problem yoxdur. Məna olaraq istifadə oluna bilər. B variantında paronim olaraq var искусный, var искусственный. Искусный Azərbaycan dilində в значении способный, талантливый, например, искусный мастер. Искусственный süni, искусственный şol, süni ipək ola bilərmi? Ola bilər. B variantında okeydir. C variantında şkolная программа, məktəb proqramı. Y variantında читательский zal. Nə var orada? SK var. Zal oxucuya aiddir. Ola bilərmi? Ola bilər. D variantında əgər mən necə deyim, soyuq günü nəzərdə tuturamsa, şaxtalı günü nəzərdə tuturamsa, deməli idi морозный день. Мороженое isə, məsəl üçün мороженое ola bilər rıba. Məsəl üçün dondurulmuş, как его, balıq. Və yaxud da nəsə. Zamorоженный mən orada приставка əlavə edirəm. Mənasını dəyişmir ki sözün. Хорошо?
Yəni sözü düzgün tərcümə eləyə bilməməyim bunun səbəbidir. Necə ki 6-da da eyni o söhbətdir məndən. Хорошо. Yaxşı, gəl 6-ya da baxaq. Bax, burada da məndən səhvi istəyir. Yuxarıda səhv istəyir. İndi də burada da bilmirəm. Hansı ki mən şey qoymuşam, iki variant arasında qalmışdım da. Burada da B ilə Y-nin arasında qalmışdı. Хорошо. Vokalla melodiya. Bir də zubnaya bol dedim olmaz, zubnoy bol olar da. Yo, sən bax, sən problemin bilirsən nədədir? Zubnoy bol niyə olur ki, sən bol sözün qadın cinsinə aiddir. Zubnaya bol. Sən orada. Anar. Hər şeydən öncə mən başa dönüm səni. Sən niyə isim və sayın, isim və sifətin uzlaşmasına baxırsan, mənə o çatmır. Bu axı nitq səhvi sualı deyil, sən ora baxırsan. Başa düşdün? Sənin problemin odur ki, sən во-первых, zubnaya bol sözündə uzlaşmada heç bir problem yoxdur. Bol sözün qadın cinsinə aid, ona görə zubnaya bol düzgündür. Хорошо? İkincisi də mənə maraqlısı olan, sən niyə paronim suallarının içərisində say və ismin uzlaşmasına baxırsan? Mən sənə şərtdə demişəm ki, укажите ошибку в употреблении паронимов. Paronimin istifadəsində olan səhvi bildir. Və paronimin istifadəsində olan səhvi bildir sualında səndən isim və sifətin uzlaşmasını tələb edə bilməz. Bu nitq səhvi sualı deyil, qarışdırırsan. Problemin ondadır. Y variantında zubnaya bol problemi yoxdur. D variantında искусственный шелк, yuxarıda dedim problem yoxdur. C variantında желательный результат в значении ожидаемый результат. Advızada izah eləmişdim, bu nəticə olsa yaxşı olar mənasında. C variantında düzdür. A variantında внеклассное задание, deyirsiniz sinifdən xaric tapşırıq. Olsaydı внеклассовое задание. Bax, o səhv olardı. Внеклассное задание düzdür. B variantında vokalная melodiya olmalıdır. Söhbət melodiyadan gedir, səsdən gedir. Aydındır? Melodika isə bu bir, əgər səhv xatırlamıramsa, такая наука. Хорошо? Məsəl üçün, ümumiyyətlə, melodiyaları öyrənən bir elmdir. Ona görə vokalная, bu musiqiyə aid olan melodiya olmalıdır. Ona görə B variantım səhvdir. Хорошо? Понятно? Все, отлично. 7-ci sualda səhvi olan. Все понятно? Никаких вопросов? Yaxşı, siz mənə deyin görüm. A variant. Hə? Səhv olan dinlənsin də, yəni yoxsa mən dinlənmirsə, keçək o birisi var suala. Siz mənə cavab verin görüm. A variantında var garantiyni, garantированный. Fərqi nədir bunların? Garantini garantiya müddətidir. Garantirovanı da şey olmuş. Nəsə demək, garantiya alınmış. Bax, garantini dediyim, bu bildiyim, garantiya Azərbaycanca nədir? Garantiya sığorta da belə deyək. Bəli, ayso. Bax, sığorta da ola bilər. No da tak скажем. Bax, onun garantированный sözünün çox sığortanı satdı. Garantированный sığortalanmış gedir. Ayso, bax, hətta onun yanında qeyd eləmişəm. Точно будет. Bax, məsəl üçün yazmışam, гарантированный результат. Yəni 100% əminsən ki, o nəticə olacaq. Гарантированный успех. Amma гарантийный срок. Хорошо? Yaxşı, 8-ci sualda problemi olan, burada hamısını yazmışam əslində sizə. 8-ci sualda problemi olan varmı? Aydın olmayan nəsə varmı? Yoxdur, хорошо. 9-й вопрос. Хорошо. Так, 10-cu sual. Maşallah, hamı yazıb da mən nə? Tək elə olsun. Хорошо, sualım var sizə. A variantında mötərizədə olan sözlərimiz var. Поступок, проступок. Ayso, siz mənə deyin görüm. Prostupokda yazılışı səhv taxır, prostupok. Yazılışı səhv gedir. Yox, yazılışı səhv getməyim. Hətta mən onunla nitq səhvi izah edirəm. Elə onu soruşmaq istəyirdim sizdən ki, orada bizim bir nitq səhvimiz var. A variantında mötərizə içərisində verilən iki sözlə sizin orada nitq səhviniz var. Siz mənə deyin görün, поступок və проступок sözləri ilə hansı nitq səhvinə baxmışdıq? Nəyə diqqət yetirməliydim burada? Неужели никто не помнит? 3 dəfə izah eləmişəm. Postupok hərəkət, layiqli hərəkət, dostupni postupok. Hə, yaxşı. Bəs prostupok nədir?
Nə deməkdir проступок? Что значит проступок? Nitq yəni səhv getməyib, проступок deyə sözümüz var. Təkrarlayım, mən onunla sizə nitq səhvi də izah eləmişdim. Xatırladıram, ümid edirəm ki, son dəfə də xatırladıram, çünki artıq bir neçə dəfə demişəm bunu. Baxın, A variantında dostoyный, layiqli deyək də, mötərizə içərisində qeyd olunan birinci sözümüz поступок, Azərbaycan dilində davranış və yaxud da hərəkət deyə tərcümə olunur. Хороший поступок, плохой поступок, не знаю, там, достойный поступок. A variantında paronimin seçimində səhv yoxdur. İkinci sözümüz var, проступок. Azərbaycan dilində tərcümə olunur günah deyə. Məsəl üçün. İndi qabağınıza məsəl üçün yazır ki, хороший проступок. Sizcə düzgün olar bu? Yaxşı günah ola bilər? Yox. Və yaxud da qeyd eləmişdim, плохой проступок. Плохой проступок niyə olmur bəs? Nasıl günahdır da bu? Bəli, çünki artıq bəli, günah olsa pisdir. Yəni ki, bu sözlərin, yəni o sözün bu tip variantlarla istifadə olunması da səhv hesab olunur. Aydındır? Bunu demişdim axı elə bil sizə bir neçə dəfə. Hətta material qrupuna bayaq uşaqlara şey atanda gördüm ki, orada yenə var onu bir neçə dəfə yazıb göndərmişəm. B variantında baxın glinisti sözündə fərqləndirdiyim şey var. Как его? Sufiks, şəkilçi. Sizin ekran tərpənmir, qalır, onu da deyim. Necə tərpənmir? 10-cu sualı görürsüz? Yox, deyil. Bəs bu 16-cı sual. Yox, 16, sorry. Извините, пожалуйста. Variantında olan дождливый bir də дождевой sözünü 11-ci sualda. Demişdim, normalda əgər sözün içərisində чивлив varsa, правильно? Mən o чивливы insana və yaxud da insan xarakterinə aid edirdim. Amma hal-hazırda bu sözümüz istisna söz olduğuna görə дождливый Azərbaycan dilində yağışlı deyə tərcümə olunur. Görsən, yanına qeyd eləmişəm. Дождливый день. İndi deyəcəksən, bəs дождевой nədir? Дождевой isə Azərbaycan dilinə tərcümə olunur. 1. Yağışdan sonra yaranan, məsəl üçün дождевая лужа. 2. Yağışdan qorunmaq üçün istifadə oluna biləcək hər şey. Например, дождевой зонт. Ona görə A variantında quzum, зонт дождливый yox, дождевой olurdu. Çünki əgər mən belə tərcümə eləsəm, дождливый зонт o yağışlı zont, yağışlı çətir deyə tərcümə olunacaq və səhv tərcümə olunacaq. Nə götürmüsən sən 11-ci sualda? D götürmüş. B götürmüsən. Хорошо. Yaxşı, bax. Памятливый sözündə nə var? Mənə elə bil ki, göstərə biləcək və yaxud da yönləndirə biləcək. Hansı şəkilçi var orada? Bəli. Şəkil. Bax, indi yadda памятливый, orada liv var, görürsən? Bax, pamət nə deməkdir? Yaddaş deməkdir. Bax, памятливый bu человек. Həmin o insandan söhbət gedir ki, hansı ki, yaxşı yaddaşı var. Amma памятный, məsələn deyirəm, памятный день, məsəl üçün anım günü var. Tarixi gün. Tarixi gün və yaxud da anım günü deyə tərcümə olunur. Хорошо, görə B variantında səhv yoxdur. C variantında почерк маленький, да. То есть мелкий, bəli, xırda почерк, xırda yazı. Amma мелочный это о человеке, o deyirlər çürükçü insandır. Bax, C variantını görürsən, yanına qeyd eləmişəm. Da, çürükçü insan. Və yaxud da D variantında norma gigiyenические. Nə var orada? SK var. SK nəyi bildirirdi? Mənsubiyyəti bildirirdi. Правильно? Bəli, norma nəyə aiddir? Gigiyenaya aiddir. Amma gigiyenичный bu artıq, yəni necə deyim, o normalara uyğun olan. Və məsəl üçün deyirəm ki, очень гигиеничное питание или, например, помещение. Gigiyenalı otaq mı deyim, yemək mi deyim? Yəni gigiyena normalarına uyğun olan mənasında. Y variantında работа искусная. Nə deməkdir искусная работа? Что значит? Bacarıqlı iş. Искусственная работа ola bilər, amma yəni ki, süni iş ola bilər, ola bilməz. Хорошо. 12-ci sualda aydındır sənə 11-ci sual. Понятно, точно? Все, хорошо. 12-ci suala baxaq. Səhvi olan Горный, Горский fərqi nədir? Горный dağlı. Daha aid olan. Aha. Gorski bəs? Gorski isə təpəcikdə yığılmış, nə? Yox, bax, uydurursan özündən anar. Həqiqimi? Bəli. Amma əsas cavabı düz yazmışam. Deməli, yadda saxlayın. Горный, ikinci qeyd olunan sözümüz bildiyimiz dağa aid olan. Например, горная река, горный перевал,
Gorski dağlı əhlinə aid olan, bilmirəm eşitmisiniz yoxsa eşitməmisiniz, Gortsi deyə bir narod var, dağ əhli. Dağ əhlinə aid olan. Bax məsəl üçün deyirəm ki, Gorski narod. Bəli, və yaxud nə bilim deyirlər, Gorski tradisiya, yəni dağlılara aid olan deyə tərcümə olunur. Aydındır? Поэтому B variantım səhvdir. Yaxşı, 13-cü sualda səhvi olan yoxdur. 14. Aha, gəldik deyir o şeyinə. 14-ü düz yazmışam mənimə. Bəyəxsə bir söz demək. Aha. Bax, burada söz var burada 14-də. Yəni, hani, görək bura. Kompüter zayeli. Nичего, tap denən, problem yox. Zvanya, hani, военное воинское звание. Bunun ikisi də mən demiş, yəni. Военное звание. Bəli. Bax, biz normalda onu necə... Военное звание. Bu hərbi rütbə, düzdürmü? İşte məsələ də odur ki... Дело в том, что... Военное звание. Дело в том, что bax, biz burada götürdüyümüz zaman... Y variantında. Normalda biz necə götürürük? Sözün içərisində SK var. Правильно? Sözün içərisində SK var. Və SK mənə nəyi bildirir? O zvanyanın ona aid olduğunu bildirir. Amma voyenny bildiyim hərbiyə aid olandır. Mən bildiyim qədərilə zvanya, yəni bывает воинский, yəni ki, kiməsə aid olmalıdır. Zvanya ümumiyyətlə nədir? Rütbə deyil. Rütbə də kiməsə aiddir də, hərbiçiyə aid olur. Bax, mən bildiyim qədərilə zvanya, оно воинское. Но на всякий случай, если ты хочешь проверить, indi sən o adamsan da, oranın adamsan. Mən bildiyim qədərilə zvanya, оно воинское. Если хочешь, ты еще один раз проверь. Хорошо? Mən elə bilirəm. Воинское звание bilirəm. Воинское звание. Biri var ki, misal üçün, insanın şücaətinə görə onu elə ki, xalq arasında, belə deyək də, onu adlandırırlar. Əsasən, birinci Qarabağ döyüşlərində məşhur idi. Bəbir deyirdilər, deyirdilər, bizim hansısa bir döyüşçüyə də. Bu onu zvaniyyətdir. Xalq arasında qoyulmuş, amma hərbiyə aid tituludur da. Yəni, bunun hərbidə elədiyi nailiyyətə görə xalq arasında qoyulan bir şeydir buna. Yəni, ona görə deyirəm ki, belə nöqteyi nəzərdən, yəni, ikisi variantda düzgün. Voyenное звание. Məsələn, mən Voyenskaya yox, da voyenное звание bizim kimi başa düşdü. Daşıdığımız rütbəni. Yox, Voyenskaya звание sizin daşıdığınız rütbə. Voyenskaya звание o xalqın rütbə kimi başa düşdü. Yox, adi məsəl üçün o deyirlərə tutalım ki, leytenant, nə bilim, starşi leytenant, mladşi leytenant və yaxud nə bilim, kimsə, hər kim. В любом случае o rütbə kiməsə aid olmuş olur deyə. Orada mütləq SK olmalıdır, Anar. Поэтому mən hələ də sözümdə dururam voyenskaya звание. По поводу военного звания mən yenə baxaram, da тоже уточни. Amma hələ də mən sənin dediyimdə dururam, orada voyenskaya звание olmalıdır. Хорошо? İndi sən deyən 14-də problemin budur. Yəni səhv yazmamısan. Sadəcə bu hissə sənə aydın deyil. Hə, o hissədə mən ikisini də düz qəbul edirəm ki, burada ikisi də düz gəlir. Yaxşı, bəs variant olaraq nə yazmısan ora? Yeni yazmışam. Yeni, хорошо. Nə deməkdir bывшая школа? Bывшая школа köhnə məktəb. Хорошо, ex məktəb. Köhnə, хорошо. 15-ci sualda səhvi olan, aydın olmayan nəsə? Mən yazmamışam. Sən yazmamısan, хорошо. Gəl baxaq onda birlikdə. Bax, A variantında olan glinistoya bir də gliniyanaya məsələsinə bayaq baxdıq. Gliniyanaya sözündə yan şəkilçisi var və bu yan şəkilçisi mən nəyi bildirirdi? Materialı bildirirdi. Ona görə посуда gliniyanaya düzgündür. Sən diqqətini çəkirəm, məndən 15-ci sualda səhv olan variantı istəyir, bax. Ona görə A variantım düzdür, buna dəymirəm. Gəlin B variantından, bax, ekonomiçiskaya maşina deyə bilmərəm. Niyə deyə bilmərəm? Ekonomiçiskaya sözündə SK şəkilçisi var. SK şəkilçisi mənə mənsubiyyəti bildirir. İndi sən mənə denən görün, mən maşın necə iqtisadiyyata aid olsun? Aid olmur, düzdür? Amma ekonomiçnaya maşına deyə bilərəm. Значение qənaətçil maşın. B variantında düzdür. D variantında var vodный transport. Bax, vodный bildiyimiz suya aid olan. Ona görə D variantım okeydir. Y variantında zanati məşğuliyyət deməkdir. Praktikaya aid olmalıdır, SK olmalıdır içərisində. Y də düzdür. Amma C variantında воспитательская речь.
Sən mənə denən görün bu vоспитательская речь, vоспитательская-da nə var? SK var. Reç nə deməkdir? Nitqdir. Baxın deyirəm tərbiyəvi nitq. Yəni danışıram və içərisində tərbiyəvi nəsə var. Deməli varsa vоспитательная olmalıdır. SK-nı orada nə edirsən? Niyə mənsub olmalıdır? Хорошо? Aydındır. Всё. 16-cı sualda bayaq mənim tələbəm o sualı göndərmişdi. Baxın, hətta yanına heç nə qoymamışam. Bu sualda bir balaca problem var. Nə məndə problem var? Sadəcə A variantında жилой sözünü yox, пожилой sözünü götürməli idim. Bir dəqiqə. Həndə A variantında elə bil ki, məndən səhv olanı istəyir. Bilmirəm, ora cavab olaraq mı səhv qeyd etmişdim, yoxsa bilmirəm, seçmədə də mi səhv eləmişdim. Bir dənə onu dəqiqləşdirim bir saniyə. 16-da düz götürmüşəm C variant. C variantı götürmüşəm. Amma A-da səhvdir, C-də səhvdir. İndi izah edirəm niyə. Əslində orada düzgün cavabımız C variantdır. A variantında mən sadəcə пожилой sözünü qaralamalıydım. Çalışmışam жилой sözünü qaralamışam, fikir verməmişəm. A variantında человек пожилой düzgündür, yaşlı insan mənasında. Amma C variantında враждебный var, вражеский var. Вражеский SK var orada. SK nədir? Mənsubiyyətdir. Nə deməkdir вражеский? Düşmənə aid olan самолет olmalıydı. Враждебный isə düşmənin, məsələn deyirəm ki, у нас с этим человеком враждебное отношение. Bizim onunla düşmən münasibətlərimiz var. Aydındır? Yəni ki, aramızda düşmənçilik var mənasında. Amma C variantında seçilmiş sözümüz olmalı, daha doğrusu əgər düzgün variantı məndən tələb olunsaydı, самолет вражеский, düşmənə aid olan. A variantında da жилой yox, пожилой sözü seçilməli idi. Yaşlı insan mənasında. Bu ikisinə bir balaca qarşılıqlıq düşüb. Nə yazmısınızsa düz hesab edə bilərsiniz. Хорошо? Просто так получилось, не знаю. Mən də пожилой görür, жилой görür şeyləmişəm. Все, отлично. Yəni ki, razıyam cavabınızla. 17-ci sualda problemi olan? Yox. Allah yoxdur. 18. Əlləmə. Gəldik. Mən də mən qaldırdım, prosta görmədim. Хорошо, baxıram. 17-dir yoxsa 18 anar? Dəqiq bilmədim. 18. 18. Yaxşı, gəl baxaq ən belə asanlarından gedək də. A variantında sözün içərisində çiv var. Доверчивые. Правильно? Bax, hər şey keçirəm, mənə orada düzgün variantı istəyir. Çivliv varsa kimə aid olur, anar? Çivliv varsa insana, insan xarakterinə. İnsan xarakterinə, hə. Aysa, deməli, отношения они бывают доверительные, güvən doğuran mənasında. Доверчивый человек. Ona görə A variantım getdi, düzdür. Mənə səhv olanı istəyir. B variantında Mən A variantı müəllimə. Necə? Asandan başladı, zadan başladı. Bəli də, çivli var da içində. Mən də elə anı götürmüşəm də. Bəs mən də sənə onu deyirəm. Bax, доверчивый sözündə çiv var. Çiv, liv, insan xarakterini bildirir. İnsana aid olmalıdır. A variantında gör insana aiddir o. Yox. Deməli, sən A problemin... variantında bəli. Bəli, məndən də şərt olaraq səhv olanı istəyir. Mənim A variantımda səhv yoxdur. Доверительные отношения, güvən doğuran münasibətlər, okeydir burada hər şey. B variantına bax. Liv var. Liv nəyi bildirirdi? Yenə insan xarakteridir. Bax, ученик, непонятливый. Ola bilərmi? Ola bilər. C variantında nota. Burada cavab mənasındadır. Ответная nota. Ответственный məsuliyyətli deməkdir. Sənin cavabın, notan necə ответственный ola bilər? C də getdi. Yəni düzgündür, amma məndə səhvi tələb edir. İndi özdə bu nə idi onda? Bu paronimi axırıncı dəfə sınaqda işləmişik və mən onu sizə izah eləmişəm orada. Духовой, духовный fərqi nə idi? Yazmışdım. Yəni orada Barxatmet duxovnoy idi ya da duxavoy idi bir şeydi. Bəli, yazmışdım sizə. Bunun o birisi var. O duxavoy yeni də var şeylərdə. Baxıram ki, o birisi misalları düzgün yazmışam. Deməli burada nəsə nito. Deməli sən problemin odur ki, şəkilçiləri bilmirsən anar. Yox, sən sadəcə elədim, dedim başım ağrıyır, sizə qarışır şey olsun. Bu da ana. Mən bəzən səhv götürür, bəzən düzgün deyə adam qarışdırır. Bəzi yerdə
Başqa o bir şey. 40 dənə paronim sualı birdən-birə çox oldu müəllimə. 15 dənədən sonra adam başa. Mən amma demişdim. Mən gecə oturub Bunu sıfırdan sizə qarışıq eləmirəm. Nik səhvlərindən zatlarından. mən oturub sıfırdan sizə paronimdən sual yazmışamsa, siz də zəhmət çəkin, oturun o 40 dənə sualı mənim üçün yazın. Burada danışma haqqınız yoxdur. 2 ay sizə vaxt vermişəm paronimləri öyrənməyə. Burada 40 sualın əlindən aciz qalmısınız o boyda adamlar. Yəni bunu deməyə haqqınız yoxdur da, sizinki müəllimə 40 dənə sual çoxdur. 40 dənə sual çox deyil. Özdə mənə deyir ki, başınızı qarışdırırsınız. Başınızı qarışdırdığımda birində səhvi istəyirəm, birində düzü istəyirəm. Maksimum burada başınızı qarışdıra bilirəm. Vəsə. Yəni burada çalışırsınız, imtahana getməyin onda.